Hər vaxtınız xeyir olsun, hörmətli CBC Sport tamaşaçıları. Qəbələ şəhər stadionundayıq. CBC Premyer Liqasının 13-cü turun son qarşılaşması Qəbələ Araz Naxçıvan maçı ilə qarşınızdayıq. Turun artıq 5 görüşün hamısı yekunlaşıb. Bir qədər bundan əvvəl Şamaxı və Sumqayıt komandalarının oyunu başa çatdı. Ümumnəticələrlə tanış olaq bir daha. Kəpəz Zirə 0-2, Turan Tovuz Neftçi 0-0, İmişli Sabah 0-3 və bu da Kəmalovudlunun start və beləliklə Qəbələ Araz Naxçıvan görüşü başladı. Uzaqdan zərbə qarşısı alındı. Qarşılığı var burada. Növbəti zərbə. Qeyri-dəqiq. Bambuaka Simakala. Ötən tur Turan Tovuzla maççıyla baxımlı bir gol vurdu. Gözdə deyir hakim. İndi hücum axtarışındadılar. İrəli ötürməyə Domi Massumo istiqamətinə. Sürətlə irəliyir Massumo. Cərmə meydançasındadır. Ötürmə geri. Zərbə olacaqmı? Hücum davam edir və hakim heç nə yoxdur deyir. Oynamaq olar deyir. Meydan sahiblərindən daha bir hücum. Massumo. Ondan ötürmə alındı. Nuay qapı qarşısına göndərilən top. Ürfan Abbasov kəsdi ötürmənin qarşısını. Təhlükəli ola bilər bu hücum. Ovusu. Ovusu zərbə endirir və gol! 15-ci dəqiqə. Qəbələ hesabda önə keçir. Prince Ovusu bu hücumu golla tamamlayır. 1-0. Meydan sahibləri hesabda önə keçirlər. Baxaq bir daha epizodun təkrarına. Oyundan kənar vəziyyət əldə yoxmuş kimi görünür. Burada ən azı Bruno Franco meydanın özünə ait hissəsində idi. Bir neçə santimetr olsa belə. Ovusu isə xətt üzərindən hərəkətə başladı. Və burada təbii ki önünü boşaltdı Domi Massumo. Diqqəti, fikir verin. Kənara çəkilməklə bir anla burada İsif Paro ikisinin arasında qalıb bilmədə ara getsin və yekun nəticə olaraq Prince Ovusu mərkəzdən hərəkətə başlayan Ovusu bu reydini qapıya dəqiq zərbə ilə tamamlayır və hesabı açır. 1-0. Qəbələ hesabda önə keçir. Dərhalda vardan təsdiq. Balodan ötürmə. Nicat ondan ötürmə. Zərbə olmadı. Geri qayda top. Şahin. Qapıya zərbə. Qeyri-dəqiq. Şahin Şahinyarov. Barkohen. Qapı qarşısı gələn növbəti top və hesab bərabərləşir. 33-cü dəqiqə Araz Naxçıvan bərabərlik golunu vurur. 1-1 olur hesab. Bəxtiyar idi səhv etmirəmsə. 1-1. Bəxtiyar Həsənalızadə. Oyundan kənar vəziyyət yoxmuş kimi görünür bəli, Bəxtiyar. Barkohen ondan ötürmə və Bəxtiyarın toxunuşu top istiqamətini dəyişir və tora daxil olur. Hesab bərabərləşir 1-1. Bəxtiyar Həsənəlizadənin mövsümdə ikinci qoludur. Birinci turda Zirə ilə maçlar fərqlənmişdi. Gol təmizdir. Gol təmizdir, hesab bərabərləşir. Balua istiqamətli ötürmə. Baluadan cərmə meydançasına qapıçı topu götürür. Qabaqladı Domi Massumo'nu Christian Avram. Qəbələ təzyiq edilir meydan rəqibi hissəsində aldılar topu. Ötürmə Baluaya. Balua. Paro qarşısında. Balua bir qədər də getdi. Qapı qarşısında göndərirdi topu və toxunuş yoxdur topa. Qapıdan zərbə. Geri. Nuay Rəşidov. Nuay cərmə meydançası ötürmə. Başla zərbə. Dəqiq deyil amma hücum davam edir. Amma zərbə və özünü topun qarşısına atdı Ürfan. Daha bir iki zərbəsi olacaq. Götürmə gəldi qapı qarşısına. Başla zərbə və top qapının üstündən keçir.
Murad Musayevin zərbəsi təhlükəli olur, amma dəqiq alınmadı. Və bununla da birinci hissənin başa çatdığını bildirir Kamal Umudlu beləliklə. Saatına baxır və fit verildi Qəbələ Araz Naxçıvan maçında. İkinci hissə başladı. Qəbələ hücumdadır. Geri ötürmə. Haymi Sierra çəkdi sol ayağını, zərbə endirir. Çərçiyə gedən zərbə. Qapçı Christian Avram yerində də topu götürür. Araz Naxçıvanın qapçısı. Balua. Balua qapıya baxır. Zərbə endirdi. Top qapıda aralı keçir çünki toxunuş var. Yüngül bir toxunuş var Araz Naxçıvan futbolçusundan. Adriel Baluanın zərbəsi təhlükəli alındı. Bir daha baxaq epizodun təkrarına. Bəli, bax bu epizodda İsuf Paro. Balua özü getdi. Balua ötürməsi. Qapıya zərbə olacaqmı? Yox, imkan vermir. Geri qaydan top. Növbəti zərbə. Haymi Sierra. Qeyri dəqiqdir. Bu dəfə çərçiyə düşə bilmir. Qəbələnin yarım müdafiəçisi. Balua təhlükəli getdi. Geri qaydan topa Haymi Sierra qeyri dəqiq zərbə endirir. Çox gərgin bir mübarizə izləyirik və Simakala, Qəbələnin iki futbolçusu meydandadır, yıxılıb. Ötürmə, qapıya zərbə, qapçı Səlahət. Səlahət Ağayev komandasını qoldan xilas edir bu epizodda. Qəbələdə isə bir ay qeyd edelim, iki futbolçu zədələnib. Orada çox gərgin bir mübarizə getdi. Patrik Andrade. Qapıya baxır, zərbə indirdi. Qapçı Səlahət Ağayev. Noğay Rəşidova iradları var. Cərimə meydançasına yaxın bir zonada. Ramon Machado, zərbə və yenə Səlahət. Səlahət Ağayevdən əla bir seyf. Kim vuracaq? Yerinə yetirəcək cərimə zərbəsini. 3 nəfər dayanıb canlı səddə. Balua, zərbə və gol! 59-cu dəqiqə. Balua, top canlı səddədə idi. İstiqamətini dəyişdi. Qapçı üçün əl çatmaz oldu. Qəbələ yenə hesab dönə keçir. Adriel Balua fərqlənir. İki-bir olur hesab. Baxaq bir daha. Qapçı. Burada hətta Simakala əlini açdı. Top dirsəyinə dəydi, istiqamətini dəyişdi və qapçı çata bilmədi. 2-1. Baluanın da 3-cü qoludur. Həm Ovusu, həm Balua 3-cü qolunu vurur bu maçda mövsüm ərzində. Top elan sahiblərindədir. Ovusu irəliyir. Ovusu da Masumo'ya. Masumo. Qapçı Christian Avram dəf etdi bu zərbəni. Keita'dan ötürmə Simakala'ya. Simakala qapıya baxır, zərbə endirir. Qeyri dəqiq. Simakala zərbəsi. Top qapıdan aralı keçir çünki toxunuş var idi. Simakala. Və qayda pozuntusu, sarı vərəqə çıxır. Murad Musayev, qırmızı vərəqə. Qırmızı vərəqə Simakalanı yıxdığı üçün Murad Musayev, sarı vərəqəsi var idi onun. İlk sarını birinci hissədə almışdı. Nonan Rodriguez qapıya zərbə endirir. Top qapıdan aralı keçdi. Küncdən zərbə də istəyir, toxunuş var deyir. Hakim nə deyir? Bitti. Final fikrini verir hakim və bir gözündə Murad Musayev'də idi. Qəbələ komandası cari mövsüm ikinci qələbəsini qazanır.